İnsan həyatının ayrılmaz hissəsi işlərini görməklə yanaşı Allaha həvalə etməsidir. İnsan həyatında bu çox önəm daşıyır. Bu barədə Qur'an-ı Kərimdə ayələr çoxdur və mövcuddur. Bu mövcud olan ayələrdən biri də Təlaq surəsindədir ki, Mütəala Allah buyurur: Bismillahirrahmanirrahim. وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allaha təvəkkül etsə, o ona yetər. Bu mövzu ilə bağlı bir təmsil obrazlı hadisə var ki, istəyirəm bunu sizinlə bölüşəm. Baxmayaraq təmsil obrazlıdır və insan həyatı üçün bir ibrət xarakter daşıyır. Bir alpinist dağa çıxmışdı ki, dağın ucqar nöqtəsini fəth etmiş olsun. Hava çox buludlu idi və o buludlu olmaqlığı onun hərəkətini etməyini çətinləşdirirdi. Birdən növbəti addım atmaq istəyəndə ayağı büdrüyərək ucqar nöqtədən üzü aşağı düşməyə başlayır. Elə bu an yalvarış səsləri başlayır. İlahi, xilas elə məni, mənə kömək ol. Birdən ayağı kəndirinə ilişərək havada asılı vəziyyətdə qalır. Yalvarış səsləri yenidən başlayır. Ey mənim Rəbbim, məni xilas elə, mən donuram. Birdən bir səs ilə tanış olur. Allahı tanıyırsan? Bəli, sən Allahsan, səni kim tanımaz deyə cavab verir. Növbəti bir səs, bıçağı çıxart, kəndiri kəs və həlak olmaqdan qurtul deyə eşidilir. O isə, yox, yox, bu ola bilməz, mən xilas olmaq istəyirəm, ölmək yox. Etinasızlığından havada asılı vəziyyətdə möhkəm şaxtanın olmasından donaraq həlak olur. Növbəti gün xilas edici qrup axtarmağa başlayırlar və həmən alpinisti tapırlar. Onun hesabatında qeydləri bu cür qeyd edirlər. Bir alpinist tapdıq. O, havada asılaraq, donaraq həlak olmuşdur. Halbuki, onun yer səthi ilə olan məsafəsi 1 metr heç yox idi. Bəli, təvəkkül bax budur. Şərt o deyil ki, yerə çatmaqlığı görəsən və kəndiri kəsəsən. Əgər Allah deyirsə kəs, demək kəsmək məcburiyyətindəsən. Allaha təvəkkül, Allahın vədinə görmədən inanmaqdır. Vəssalamu aleykum və rəhmətullah və barakatuhu.